أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى آله الأطيبين الأطهرين المنتجبين سيما علي أمير المؤمنين والصديقة الطاهرة فاطمة الزهراء سيدة نساء العالمين والحسن والحسين سيدي شباب أهل الجنة وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف القائم المهدي عجل الله تعالى فرجه الشريف حججك على عبادك وأمنائك في بلادك وصل على أئمة المسلمين وحماة المستضعفين وهداة المؤمنين أوصيكم عباد الله ونفسي بتقوى الله قال الله تبارك وتعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم ولقد كرمنا بني آدم وحملناهم في البر والبحر ورزقناهم من الطيبات وفضلناهم على كثير مما خلقنا تفضيلا يوم ندعو كل أناس بإمامهم فمن أوتي كتابه بيمينه فأولئك يقرؤون كتابهم ولا يظلمون فتيلا ومن كان في هذه أعمى فهو في الآخرة أعمى وأضل سبيلا صدق الله العلي العظيم. Özümü və siz əzizləri ilahi təqvaya dəvət eləyirəm. İnşallah Allah bizi həqiqi təqva əhlindən qərar versin inşallah. İsra surəsinin 70, 71 və 72-ci ayələrini oxudum. Allah Teala burada nə buyurur? İnsanın dəyərindən, fəzilətindən. Allah Teala buyurur ki, وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ Biz Adəm övladına kəramət verdik. Bu ayə o ayələrdəndir ki, qanun yazılır bu ayənin üstündə. Ki, bütün insanların hüquqları qorunmalıdır. Bütün insanların hüquqları ehtiram olaraq qorunmalıdır. Niyə? Allah Teala bütün bəni Adəmə kəramət veribdir. Kəramət nədir? Yəni, digər varlıqlardan fərqli olaraq Allah Teala insanı insan yaratmağının özü bir dəyərdir. Allah bir kəramət, bir üstünlük veribdir. Deyir, bu üstünlüyü verdiyimdən sonra onlara 3 də başqa nemət verdim. Nədir bu nemətlər? Və rəzəqnahum və həməlnahum fil bərri vəl bəhri. Onlara mən bunu verdim ki, onlar həm quruda, həm dənizdə gəzməyi onlara mən verdim nemət olaraq, nəsib elədim. Dənizdə, sularda, gəmi ilə, qayıq vasitəsindən, yerdə, minik vasitəsindən, o zamanın dilindən desək, atla və digər miniklərlə, bu günün maşını ilə bu kəraməti mən insana verdim. Deyir, mən bu miniyi vermək vasitəsindən, dənizdə gəzməkləri vasitəsindən bunu insana bir kəramət görürəm. Niyə? Deyir, dənizin özü dənizdə yaşayan məxluqlara aiddir. Havanın özü, asimanın özü asimanda yaşayanlara aiddir. Yerin özü yerdə yaşayanlara aiddir. Amma insana hamısı aiddir. Həqiqətən
böyük kəramətdir. İnsana hamısı aiddir. Havası da, dənizi də, yeri də. İnsan hamısında gəzə bilər, hamısında dolaşa bilər digər varlıqlara nisbətən. Görürsən, göy aləmi məsələn adətən mələklər, yer aləmi insanda daxil olmaqla digər canlılar. Dəniz, okean kimi su aləmində görürsən ki, balıqlar və digər suda yaşayan canlılara aiddir. Amma insan hamısında səyahət etmə imkanı var və Allah Teala bu deyir, mən bunu yalnız insana verdim və bunun vasitəsindən mən insanı kəramətli bilirəm. Və fəzzəlnahum və rəzəqnahum minət-teyyibati və bütün pak bildiyiniz hər bir şeydən də sizə ruzi verdim. Bu pak bildiyiniz şeylər bütün bitkilərə aiddir. Bəzi görürsən ayənin təfsirində məsələn noxud, düyü kimi şeylər təfsir olunur və bəzi vaxt görürsən ki, halal kəsim heyvanlara, əti halal olan heyvanlara ümumiyyətlə bütün hamısına aiddir və biz ruzi verdik onlara bütün pak şeylərdən. Amma görürsən heyvanın ruzisi bəzi vaxt pak şeydən deyil, elə murdar əti yeyir. Görürsən, hətta bəzi, məsələn, balıqların heç ruzisi pakdan deyil. Artıq onun dəyəri odur. Və üçüncü buyurur, və fəzzəlnahum alə kəsirin mimma xələqna təfsila. Deyir, bundan əlavədə üçüncü olaraq biz üstün qərar verdik. O insanları çoxlarından, hamısından, yəni qeyri-insandan başqa hamıya üstün qərar verdik. Mimma xələqnahum təfsila. O şeylər ki, biz onları dəyərli yaratmışdıq, insanı ondan da dəyərli qərar verdik. Əli əleyhissalamdan gözəl bir hədis var. Buyurur ki, Allah üç dəstə yaratdı. Mələklər, insanlar və heyvanlar. Deyir, bu üç dəstə yaradılışa iki dənə şey verdi. Bir ağıl, bir şəhvət. Belə müqayisə eləyir. Yəni, bu ikisi ağıl və şəhvət hamısına aid deyil. Ağılı verdi mələklərə, şəhvət vermədi. Mələk ağılla düşündü, Allaha yalnız ibadət eləmək, əmrə tabi olmaq lazımdır. O ona hasanddır, çünki ağılı var. Heyvana şəhvəti verdi, yeyib, içmək, gəzmək, qırıb, dağıtmaq, belə deyək. O da ona rahatdır. Deyir, amma insana mən həm ağılı verdim, əleyhissalam Allahın yaradılışını, mövcudatı, varlığı yaratmağı təfsir edir. Mən insana həm ağılı verdim, həm şəhvəti verdim. Əgər bu ağıl o şəhvətə qalib gəlsə, insan mələkdən və heyvandan üstündür. Yox, o şəhvət bu ağıla qalib gəlsə, insan mələkdən və heyvandan alçaq olur. Yəni, çox həqiqətən gözəl izahdır. Və Allah Teala bu ayənin axırında da 70-ci ayənin axırında da buyurur, biz insana dəyər və kəramət verdik. Ruzilər, miniklər və deyir, dəyər verdiyimiz bəzi şeylərdən də daha dəyərli elədik. Və buna deyirlər ilahi kəramət. Burada Allah Teala iki kəlmə işlədi. Deyir, kərramna kəramət verdik və fəzzəlna dəyər verdik. Deyir, bu kəramətlə, bu dəyərin fərqi nədədir? Deyir, bu kəramət odur ki, insan olaraq yaratdı Allah, dəyər verməsi budur ki, insana mənəviyyət bəxş elədi. O mənəviyyət hər bir canlıda olmur. Deyir, neynədik? Sizi bu cür dəyərli və kəramətli yaratdıq. Buna baxmayaraq, yenə də siz nədir? Öz başınıza deyilsiniz. Öz başınıza deyilsiniz. Sizə burada ağıl verdik, düşüncə qüvvəti verdik, belə deyək, qamət verdik. Bəzilər təfsir eləyirlər, kəramətdən məqsəd insanın barmaqlarıdır ki, incəlikləri görə bilir. Bəzi vaxt buna təfsir eləyirlər ki, bunların hamısı insanın dəyərləri hesab olur. Deyir, buna baxmayaraq, bu kəramətə, bu fəzilətə baxmayaraq, yenə siz nədir? Öz başınıza deyilsiniz. Sizə bir ilahi rəhbərə ehtiyac lazımdır. Ümumiyyətlə, iki cür rəhbər var. İlahi və qeyri-ilahi
rəhbər var ki, bu məşhur ayə ki, hər bir insan qiyamət günü öz imamı ilə çağırırlar, elə İsra surəsinin 71-ci ayəsidir ki, Allah Teala buyurur: "Yevme ned'u kullu unasin bi imamihim femen utiye kitabahu bi yaminihi fe ulaika yekra'un kitabahum ve la yuzlamuna fatila." 71-ci ayədə Allah Teala buyurur: "O gün ki biz çağıracağıq bütün insanları bir imamihim, öz imamlarıyla, öz rəhbərləri ilə." Ki burada məsələ tam aydın olur. Bu dünyada kimə itaət etdin? İmamın kimi bildin? Rəhbərin kimi bildin? Rəhbərin tağut uydu, yoxsa rəhbərin zalim idi? Son zamanlarda diqqət eləsəniz görürük ki, Vəhabilərin ümumiyyətlə iki məsələ üstündə danışıqları çoxdur. Bir proqramdır, biri şirkdir, Allah evinizi yıxsın. Da bütün insanlar bilir ki, Allah təkdir, Allahdan qeyrisinə ibadət şirkdir. Burada qaranlıq bir məsələ yoxdur. Ki, bunu həmişə deyərək digər məsələləri gözdən salmağa çalışırlar. İkinci nədir? İstər hakim zalim olsun, istər adil olsun, itaəti vacibdir. Və Qur'an deyir ki, itaət elə Allaha, onun Rəsuluna, əmir sahiblərinə. Allah Qur'anda heç vaxt demədi ki, zalimə itaət elə. Bu özü də bir proqramdır. Zalim hakimə necə itaət olar? Zalim hakimə heç cür itaət olmaz. Zalim hakimə itaət olduqda sən də olursan zalim və qiyamət günü də sənin imamın olaraq, rəhbərin olaraq o zalim gəlir. Bu da digər proqramdır ki, əhl-i sünnətin öz dəyərli hədislərində də zalim hakimə itaət yoxdur. Bizdəki heç yoxdur, onlarda da yoxdur. Əslində, bəzi vaxt deyirlər ki, təqiyyə, indi bilmirsən, özləri həqiqətən təqiyyə eləyir, o təqiyyəni özləri eləyir. Yoxsa həqiqətən ağılsızdılar, düşüncələri o səviyyədədirlər ki, istər hakim zalim olsun, istər adil olsun, itaəti vacibdir. Xeyr, İslamda elə bir şey yoxdur, yalnız ədalətli hakimdən itaət vacibdir. Əgər onlar dediyi kimi olsaydı, bəs məhkəmələrdə yazıların mənası nədir ki, ədalət mülkün təməlidir. Məhkəmə nə üçündür? Məhkəmə onun üçündür ki, sən haqqın bərpa ola, hüququn bərpa ola. Zalim hakim olduqda haqqın bərpa olmur. Və odur ki, qiyamət günü çağırılanda görürsən ki, bəzi vaxtda bəziləri o cür imamların arxasınca gedəcəklər və o gün hansı gündür? Utiyə kitabəhu biyəminihi. O şəxslər ki, onların nami əməlləri sağ əllərinə təqdim olacaq, fəuləikə yəqrəunə kitabəhum. Onlar öz gördüyü əməllərə baxacaqlar, oxuyacaqlar və lə yüzləmunə fətila. Hətta bir xurmanın çiğdi qədər onlara zülüm olmayacaqdır. Ki, Allah qiyaməti belə mühakimə eləyir. Əgər zalim olsaydı, nəuzubillah, Allah qiyaməti bu cür mühakimə eləməzdi. Pəs ədalət şərtdir. Və axırıncı, üçüncü ayə ki, bu söhbətimdə qeyd elədim, o bundan ibarətdir ki, və mən kanə fi hazihi əma fəhuvə fil axirəti əma və əzəllu səbila. Allah Teala buyurur, hər kim bu dünyada kör olsa, qiyamətdə də kör olar və əzəllu səbila. Və ən azğın yolda qərar tutar. Vəhabilər bu ayəni nə cür təfsir eləyir? Bu dünyada kimin gözü kördürsə, o dünyada da qiyamətdə gözü kör olacaq. Yəni, məqsəd o deyil. Bu dünyada indi biri təsadüf eləyib, avariya eləyib, belə deyək, anadan gəlmə gözü kördür. Mənası deyil ki, qiyamətdə onun gözü kör olacaq. Qiyamətdə bundan məqsəd hansı körluqdur? Mənəvi körluqdan söhbət gedir burada. Burada heç vaxt zahiri körluqdan söhbət getmir. Burada söhbət mənəvi körluqdan gedir.
ki, insan mənəvi kör olsa, o dünyada da mənəvi kör olaraq insan yer tutacaqdır. Baxın, bəzi vaxt, bəzi ayələrdə də var, Allah Teala'ya insanlar müraciət edir qiyamətdə ki, Taha surəsinin 124 və 126-cı ayələrində bu ayəni gözəl şəkildə izah eləyir Allah Teala və mən ərəzə ən zikri. Kör kim olacaq? Kör o kəs olacaq ki, Allah Teala buyurur, bu dünyada mənim zikrimdən, mənim yadımdan uzaq olur. Fə innə ləhu məişətən zənka. Deyir, ona biz dar bir, sıxıntılı bir yaşayış verəcək. Və nəhşuruhu yevməl qiyaməti əma. Qiyamət günü biz onu kör kimi məşhur eləyəcəyik. Bəs bu dünyada hər kim mənim zikrimdən uzaq olsa, kör kimdir? O ahirətdə kör məşhur olacaq. Allahın yadından uzaq olandır. Nəinki anadan gələn kör, sonradan kör olan. Və bu ayəni də kör şəklində təfsir eləyirlər. Qalə Rəbbi limə həşərtəni əma. O kör kimi məşhur olanlar qiyamətdə deyəcəklər, İlahi, nə üçün bizi kör kimi məşhur elədin və qəd kuntu bəsira, bir halda ki, biz o dünyada görən idik. Ayə özü, Allah özü deyir. Deyəcəklər, o ayə görən idik. Bu görməyi necə kör kimi təfsir eləyirsən? Deyir, Allahdan cavab gələr, qalə kəzalikə ətətkə ayatuna. Fənəsitəhə və kəzalikə liyevmə tunsa. Allah deyər, ona görə kör kimi məşhur elədik, biz ayələrimizi, nişanələrimizi sizə göndərdik, siz onları unutdunuz və bu gün də biz sizi unutduq. Bugün, qiyamətin bu günü ki, Allah onları unudur, o günün adına deyir, unutma günü və bu gün də biz sizi unutduq. Bəs kördən də məqsəd o kördür ki, əməli kör ola, əməli pis ola. Və inşallah Allah Teala bu ayələrin ehtiramına, Qur'an-ı Kərimin ehtiramına Allah Teala bizi həqiqi bəsirət sahiblərindən qərar versin. İnşallah bizi qiyamətdə kör olanlardan qərar verməsin. İnşallah Allah İslam aləminə, belə deyək, böyük izzət, şərəf, mənəviyyət bəxş eləsin. İnşallah Qəzzədə olanları, Sudanda olanları Allah Teala nicat versin inşallah. Allah İmam-ı Zamanın zuhurunu təcili eləsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuvan ahad. Allahümmə salli ala Muhammed və ali Muhammed.